Bu ne güzellikti, bu ne güzellikti gelir. Bu nedir var, bu nedir? Salam. Yaxşı. Adam balassan, insan balas. Nurxana dedim ki Nurxan biraz ismi şunayol. Nurxan elədiyi gülməli hərəkətdə. Necəsiz? Çoxdandan da görüşmürdük sizlə. Bugün sizə adi gün vlogu. Nurxan əyri tutma kameranı. Erkeğe şiddetler de var. Ay ben seni zorbalayacağım. Bugün sizlə adi Bakıda bir günümüzü vloglayacağıq. Nurxan elə bir robotdur. Salam. Danış həyatım, danış. 2026 pis geldi. Pis niyə gəldi? 2026 əslində çox gözəldir hal-hazırda. Xoşbəxtlik. Yəni pis heç nə yoxdur. Hər şey gözəldir. Ki şəhərində bir gün Nurxan və Lalə deytdə nələr edir? Deytdə. Normalda çünki görüşüm maksimum kofe içirik. Başqa bir şey eləmir. Romantiklik sıfır. Ben romantik bir Fenerbahçeliyim. Mən əvvəllər deytə çıxanda çaxır içirdim, nə Hiç görmedik. Kimlərlə çıxırdın sən deytə? Əvvəllər Kimlə? Açıqlama. Əvvəllər. Bu uşaq istəyir ki, əlini çək. Çıx get. Bu uşaq bizim videodan çıxdı. Bu video artıq Lalənin bir gün Bakı şəhərində olaraq dəyişdi. Küçük Emrah. Özünü normal apararsan, Bəli, üzr istəyirəm. bilirsən ki, müdürün üstünə gəlmək olmaz. Yoxsa çörəksiz qalarsan. Biz bunu danışmışıq səndən əvvəldən. Bu söhbətdə müdür mənəm. Bu söhbət hansı söhbət? Total. Nurxan bu yeni il yarmarkası bulvarda açılandan bu yana katok da dedi durdu sürənlər kimi. Yox, sürən deyiləm. Prosta belə ikimiz də biraz ay balası kimi belə gülməli ola bilərdi. Yəni qəşəng vibe ola bilər. Gülmək üçün gedirik biz Bəli. ora. Yıxılıb bir tərəfimizi qırmasaq yaxşıdır. İndi gedirik bulvarda katok sürməyə. O belə şey səsi qoyarsan da Navagoni. Amma Hint dilində olandı. Ay bu nə qədər adam var. Axşam vaxtı heç bu qədər adam olmur normalda. Yemək istəsən? Yox, heç nə yemək istəmirəm. Necə? İndi İnşallah açdı bu ildən arıqlamağa başlayırıq. O da belə bir reaksiya. Yox, bu ildən arıqlamağa başlayırıq. Çünki toy olmalıdır. Nurxan o qədər qəmgin formada. Çünki bu il toy olmalıdır. İbrəzdən ağlamağa başlayırdı. Evlənmə təklif elədi Lalə. Hələ eləməmişəm, eləyəcəm. Eləyəcəm sizlə paylaşacağım. Ona görə Bizim отношениямızda prinsessa odur da. Prinsessam mən. Başına belə ürəklər qoyarsan da. amma iyilərdən yemək istəyirəm. Ayda, amma doğrudan çox qəşəng qoxular var da hal-hazırda. Mənim burnuma bilsən nə iyi gəlir? Lülə kebab. Nə qarışıq gəlir. Mən lülə kebab hissi gəlir. Neyse, ruhum fakir deyim, yoxsa zengin deyim, bilemedim. Bir də siz buradakı insanların çoxluğuna baxın. Mənim gözəl yarım mən deyir ki, gəl indi biz girək, burada katok sürək. Yaxşı, axşam sürək. Məncə də axşam gələcəyik. Sağ olun. 15 dəqiqəsi 10 manatdır, 30 dəqiqəsi 16 manat, 60 dəqiqəsi 25 manatdır. Biz yəqin ki 15 dəqiqə götürərik də. Da neyniyəsin? Biz kasıb. Kasıb yox, yarım saat neyniyəsin? Onsuz da sürə bilmirik. Biraz cəbəlləşib çıxaraq. Gedək hardasa da qəşəng Navagoni şəkillər çəkdirək. Yeni il vibe, ab-havası. Yarmarkadasında hardasın? Bundan artıq hara yeni il? Niyə ki, qəşəng hardasa da dekorasiya olan yerə gedə bilərik də. Dekorasiya qəşəng harda var? Əslində bir dənə kafe var. Gənclik tərəfdədir, orada var. Sağ ol. Sonra gəldik ki, gedirik karusellərə. O dedi, biz də gedirik. Qərar deyil, qərara gəldik. O şeydir, o sushi yemək istəyir, mən burger. Biz qərara gəldik ki, burger yeyəcəyik. Yəni mən Viking xoşlamıram. Böyük travmalarım var Vikinglə. Heç nə olmur, prosto ki, yaşla əlaqədar biraz. Yaxşı ki, yemək yemədik. Yemək yeyəcəyik, amma hələ indi yox. İstəmirəm. Yemək. Yox, bura getmə. Sən istəyirsən getmə, mən minim tək. Sən orada qal, aşağıdan bax mənə. Yox. Moments later. Tək qalım orada. Hə. Yox.
Səhvdir mujik. Nə dəxlisi var bunun? Çox. Uşaqlar hər yerdə, yəni bildiyiniz hər yerdə probkadır. İnsan probkası. Hamı gözləyir. Hələ buna. Necə yaşın var Şennadır? Maraqlı bir şeydir də bu. Bu xaricdə var. Bizdə prosta biraz kasıb versiyasıdır. Sağ ol. Bəli, bu da bizim buradakı növbə. Yəni təkcə növbə olsa okeydir də. İnsanlar bir sağdan girir, bir soldan girir, bir düz. Bu insanlar düzəlməyəcək. Yəni heç vaxt növbə mədəniyyəti həqiqətən bizdə deyəsən düzəlməyəcək. İsyan. İsyan oğlum, isyan. İsyan yok abi, isyan yok, isyan. Bir tek benim mücadelemle olmaz ki ya. Qərara gəldik ki, skuterlə Crescent Mall'un yanındakı olan kaçelyalara gedək. Kaçelya nədir vəbşi? Əyləncə, karusel. Nəysə, karusellərə gedək. Axır ki, skuterə mindik və gedirik. Yəni sizə biraz yolları göstərim. Mənim ən sevdiyim şey skuter deyə. Valla, ən rahatıdır. Burası biraz soyuqdur. Biraz qorxuram açıq skuterdən. Amma Nurxan sürəndə rahat oluram. Eləcə rahatdır, elə rahatdır. Bax buna görə rahat deyilər. Ama buranın vikingi oradan pisdir. Buranın vikingi oradan pisdir. İndi də mən sən başına oynatacağım, gözdə. Nurxan ac olanda və mən də ac olanda ikimiz də belə əsəbi oluq, bilirsiniz? Ac adama yemək yeyirik. Nətəri sevirik bir-birimizi. Necə xoşbəxt. Dünyanın en güzel kızı kimi gəlmə. Aa. Öyle değil, en güzeli Hande'dir bebeğim. Bir gün buluşacağız. Xəyallar dünyasında yaşamağa davam edən bir ədəd Nurxan. Burada həm kassa var, həm də bilet terminalı var. Bilet terminalından nəqd şəkildə alırıq. Kassadan həm kart, həm də nəqd. Necə idi səsləndirmə? Biletləri aldıq. Biletlər burada 1 manat daha bahadır, o birisinə nisbətən. Burada 4 manata aldıq bir bileti. Daha təzədir. Amma hə, bura daha təzədir. Həm də təzə qurulub da, heç gəlməmişdik. İndi buna minəcəyik, bu göydə bizi fırlasın. Allah çəkimizə dözər. Mənim çəkmə dözər. Sənkinə bilmirəm. Özü köktü deyə gəlir gedir məni də kök eləməyə çalışır. 3 kilo köktü. Bir şeyə görə 1.58-əm də. İndi 2 santimetrin burada söhbəti gedir. Aa, arıqlayaram. Haydi. Nurxanın son halı. Necəsən Nurxan? Yəni heç qorxulu deyil idi də. Yəni sıfır qorxu. Birinci belə biraz vahimə gəlir, sonra hər şey əladır. qorxulu deyil amma adam ürəyi bulanır. Ürək 30 bulanır. yaşım var, mənə lazımdır bu. Amma deyirəm, uşağı qocasan, razılaşmırsan. Nəsə olan kimdə deyirsən 30 yaşım var. Biz neyini? Əslində bu videonu çəkmədən qabaq Nurxana dedim ki, davay Nurxan şey eləyək. Heç vaxt advent kalendar eləməmişik. Bir yerdə gedək, hardasa da eləyək də. Bəlkə bizim də bir bəxtimiz açılar, alnımız Mənim axır. bəxtim açılıb sənin kimi bir həyat yoldaşı tutmuşam deyə. Aman tanrım. Nurxan sənin əlin mən buramda olanda mən belə yeriyirəm. Ölçəmirik şu an. Nurxanın yaxta arzusunu sizin üçün çəkirəm. Mən həmişə arzum olub ki, bir yaxtam olsun. İndi bu böyük deyil, mənə elə beləsi də gedər. Bir də yatmağa yeri var. İnşallah, inşallah. Burası Xəzər dənizində yox da. İl məncə uğurlu il olacaq. 2025'e girəndə də belə demişdik ki 2025'də partladacaq. Yox, 26 həqiqətən qəşəng olacaq. Pozitiv yanaş, pozitiv olsun. İndi düzdür də 2026'nın daha yaxşı olmağını təbii ki istəyirik. Amma hamı istəyir də. Yəni bu yazıq 2026 kimin arzusu həyata keçirsin. Bəlkə girək bir cehizə baxaq. Bəlkə bir şeylər alaq. Sədərək. Məncə də sədərək bu arada. Düzdür, Yusko xoşlayıram. Yuskoda geçən fəşfişlər olur. Amma zarahım aşırı bahadır. Vallahi не стоит. Ödədin.
Yox, öpücüklə verdilər. Ödə. Yemək zakaz elədik. 15-20 dəqiqə. Bir dənə ədəb-eşikli yedik. Qardaş, mən bu fast foodu 15 dəqiqə, 20 dəqiqə fast food olmur da yəni. Yəni restoranda yesən, zaten bu 20 dəqiqə gözləyirsən. Fast foodun anlayışı odur ki, 5 dəqiqə. Həyatda ən sevdiyim şey ədəb-eşiklik. Görsən, hər insanın öz dərdi var da həyatda. Kimi qlobal düşünür, kimi mikro. Da çox acam. Yemək yemək istəyirəm. Həm yeməyim burada. Xahiş eləmə. Bunu məncə bütün qızlar başa düşər. Bax, mən bəzənmişəm. Mən saçımı düzəltdim. Bəzəndiyin hal budur. Mən bəzənmişəm. Mən hazırlaşmışam, saçımı düzəltmişəm. Nə bilim, aksesuarlarımı taxmışam. Gözəl olub evdən çölə çıxmışam. Və bu insan məni görən kimi. Yəni bu Niyə mənim saçımı sən belə eləməlisən? Mən sənin saçımı eləyirəm. Eləyirəm. Elədin. Xoşuma gəldi. Mən elə eləmirəm. Elə eləyirsən. Nurxanı yeməyimizin arxasıca yolladım. Əslində demək istəyirdim ki, onu çox sevirəm. Qoy editləyəndə videolarımızı o editləyir. Gəlsin görsün ki, mən onu nə qədər çox sevirəm. Ali xanım donur. 2026-dan ilk gözləntim isti ev, isti ocaqdır. Adama deyərlər, bax, soyuğun babat olan vaxtda çöldə niyə oturubsuz? Hə Nurxan, niyə oturmuşuq? Təmiz hava alaq. 2026-dan ən birinci istəyim təzə telefondur. 2026-dan istəklərimiz yəni. 2026-dan istəklərimiz səndən artıq bir evi paylaşmaqdır, əziz yar. Ay ya. İkinci istəyim ayrıca ölkəyə getmək. Yəni total olaraq təzə bir ölkə görməkdir. Ha, onu mən də istəyirəm, çünki çoxdandandır, baya vaxtdır ki, mən xaricə çıxmıram. 5 ildən çoxdur. 6-7 ildən xaricə çıxmıram. Çoxlu təzə şмотkalardır. Arıqlamaq, yaxşı arıqlamaq istəyirəm. Prime time-ımı geri dönmək istəyirəm. Ne zamandır senin prime time'ın? Səndən qabaq, Hiç görmedik. işte səndən qabaqdır. Görənlər gördü. Sağlıq istəyirəm. İstəyirəm ki, həmişə gümrah olaq, istəyirəm həm gözəl qalaq, cavan qalaq. 40 Bundan daha gözəldir qalaq. Min də gözəl. İstəyirəm ki, qoy bütün dünya xoşbəxt olsun, həmişə sülh olsun, təzə maşın alaq. Maşın alaq da yəni. Heç kimdən asılı olmayıb, ömür boyu belə rahat çalışa biləcəyin, belə deyim də, heç kimdən asılı olmayacağın bir iş. Pul istəyirsən də belə başa düşün. Ha. Hə. İstəyirəm ki, evimizi qəşəng dekorasiya eləyək bir yerdə. Onlardan qəşəng çoxlu vloqlar çəkək. Ha, o mən də istəyirəm. Sonra istəyirəm ki, yeni ili ilk dəfə belə yekə yolka qrup evimizdə keçirdək. Bəli. Başım bir yerdə olaq, qalanları düzələr inşallah. Əsas odur. Amin. Onlara nə arzuluyursan? İnsanlara əslində bayaq dedim, həqiqətən sülh və əmin-amanlıq arzulayıram. Hamı qoy gözəl yaşasın. Heç kim nə eləyim, necə eləyim dərdi çəkməsin. İldən həqiqətən daha çətin gəlir, amma daha gözəl yaşamaq üçün qoy hamı özünə gözəl nəsə eləsin. Həyat sağlasın da özünə. Bilmirəm, bəzi insanlar üçün bu puldur, bəzi insanlar üçün bu xoşbəxt həyat, yəni xoşbəxt ailə, bəziləri üçün sağlamlıqdır, bəziləri üçün gəzmək, təzə yerlər görməkdir. Kim nə arzu edirsə qoy onların hamısına çatsın. Mən arzuluyuram ki, xoşbəxt olasınız. Əsas odur xoşbəxtlik. Yəni kimisi az pulu olanda xoşbəxt olur, kimisi çox pulu olanda xoşbəxt olmur. Mənim dediyimi fırlayır, başqa formada deyil. Ömür boyu belə deyir bu. Hə. Nəsə ideya tapırıq. Mən bu ideyanı ona Arvad, sən deməmişəm, söz kəsmə. Üzür dilərim bəyim. Hə, tas xoşbəxtlikdir, qalan düzələr. Əsas istədiyiniz insanlarla, sizi başa düşən insanlarla bir yerdə olun. Yol gedə biləcəyiniz, həyat belə deyim, yaşaya biləcəyiniz insanlar olsun. Mənim o barədə bəxtim gətirib. Ona görə qalan şeylər də bəxtim gətirməyib. Var da. Əsas budur. Ailənizə və sevdiklərinizə də sağlıq arzulayıram təbii ki və sizlərə də. Qalanı heç də başqa bir arzum yoxdur. Bəsdir da şey eləyərik. Birazdan da gedək Katoka. Evet. Emin miyiz amma Katokda? Əslində yox. Mən də yorulmuşam. Yorğunluq qalsın bir qırağa. Elə biləm ki, yıxılıb haramızsa da qıracağıq. Onda gedək. O maraqlıdır.
Bir vlogun da belə sonuna gəldik, çatdıq. Bugün sizlə Nurxanla bir günümüzü bölüşdük. Bir günümüzü bölüşdük. Sizin hamınızı çoxlu-çoxlu öpür. Sizdən Mən öpmürəm. Mən ancaq Laləni öpürəm. sizdən Niyə baxırsan? sizdən səhifəmizə abunə olmaq, like eləmək, sonra repost eləmək, sonra komment yazmaq. Bunlar hamısını xahiş edirik. Başqa? Sevirik sizi. Sağ olun. Olun.